Ya Allah, bu cümədən etibarən yeni bir mövzuya başladıq. Allah lütf eləsin, öz inayətin mərhəmət eləsin ki, bu mövzunun haqqında geniş şəkildə danışa bilək və müəyyən şübhələrə cavab verilsin. Həm elmi bir mövzu olacaq, həm həyatımızla bağlı, həyatımızla əlaqəli bir mövzu olacaq. İnşallah sizdən dinləmək, düşünmək, məndən də danışmaq Allah hər birimizdən qəbul eləsin. Mövzumuzun adı ilə tanış edeyim sizləri. Quranla ünsiyyət. Bir adı çalışdım elə seçim ki, əhatəli olsun. Quranla necə ünsiyyət qura bilərik? Ümumiyyətlə, Quranla ünsiyyət qurmağın mənası nədir? İlk öncə bunu deyim ki, Peyğəmbərin ən böyük möcüzəsi Qurandır. Belə desəm daha dəqiq olar. Yer kürəsinə enən ən böyük möcüzə Qurandır. Yəni, bu Quran-ı Kərim də bizim stolumuzun üstündədir. Yer kürəsinə buyururlar alimlər, yenən ən böyük möcüzə Qurandır. O da bizim evimizdə. O da bizim evlərimizdə də o kitab.